Yaxşı, bəs biz past simple hansı hallarda istifadə edirik? Hərəkət keçmişdə baş verir, keçmişdə qalır və çox vaxt cümlədə and bağlayıcısından istifadə olunur. Məsələn, I got up, washed my hands and face and went to work. Nə deməkdir bu cümlə? Mən səhər durdum, əllərimi gözümü Yudum və işə getdim. Bir də keçmiş qeyri-müəyyən zamanda used to ifadəsi var. İstifadə olunur. Used to nə deməkdir? Nəyisə edərdim, belə tərcümə olunur. Məsələn, I used to like an ice cream. Uşaqlıq nə deməkdir? Yadındadır? Childhood. Bəli. An ice cream in my childhood. Ne deməkdir cümlə?